Herkese salam dostlar. Bu günləri sizlərə 5 nömrəli kataloqumuzdan sifariş etdiyim məhsullarımız birinci hissəsi ilə təqdimat edirəm. Hər kəsə xoş izləmələr. İlk öncə sizlərə belə bir templatet təqdim etmək istəyirəm. Hansı ki, balacalar üçün nəzərdə tutmuş templatetdir. Digər məhsulumuz isə antiperspiratorla krem seriyasından olan 48 saat tərdən qoruyur və nanə qoxusu verir. Digər məhsulumuz isə yeniyetmələr üçün nəzərdə tutulmuş intim geldir. Və növbəti məhsulumuz isə belə bir dodaq balzamıdır. Bunun da rəngini sizlərə təqdim etmək istəyirəm. Baxın, belə bir gözəl rəngi var. Növbəti məhsulumuz isə bərpa edici dırnaq boyasıdır. Hansı ki, zədələnmiş dırnaqları bərpa edir və anında effekt verir. Digər məhsulumuz isə belə bir tuşumuzdur. 2XL həcmləndirici tuş. Bu tuşu çox bəyənirəm. Həm də qiyməti də çox münasibdir və bütün xanımlara tövsiyə edirəm bu tuşdan alıb istifadə etmələrini. Digər məhsulumuz isə belə bir dodaq boyasıdır. Bunun da rəngini sizlərə təqdim etmək istəyirəm. Baxın, belə bir rəngi var. Qalıcılığı isə çox yaxşıdır. Digər məhsulumuz isə belə bir örtükdür. Hansı ki, saç boyama zamanı sizə effektiv kömək edəcək. Bununla asanlıqla üstünüzü boya etmədən saçınızı boyaya biləcəksiniz. Baxın. Belə bir ölçüdədir. Material da çox yaxşıdır. Digər məhsulumuz isə belə bir dodaq qələmidir. Bunu da sizə göstərmək istəyirəm. Baxın. Belə bir rəng. Və növbəti məhsulumuz belə bir halal nişanlı göz qələmlərimizdir. Bunları da sizlərə təqdim etmək istəyirəm. Keçən dəfə də bu qələmlərdən sifariş vermişdim, amma özüm üçün deyildi. Bu dəfəkilər özüm üçün olduğu üçün rahatlıqla sizinlə paylaşıram. Baxın, belə bir qəhvəyi rəngdə. Baxın. Bu da belə bir firuzəyi rəngdədir. Çox bəyəndim. Növbəti məhsulumuz isə belə bir saç boyasıdır. 2 dənə sifariş vermişəm. Hər ikisi də özümə aiddir. Özüm istifadə edəcəyəm. Baxın, içində belə bir saç boyasıdır. Sonra belə bir suyu var boyanın. Sonra balzam və təbii ki, əlcək və bir də istifadə strukturu.
Sonra keçirik növbəti məhsulumuza. Deməli bu məhsulu tıxanıq borular üçün nəzərdə tutulmuşdur. 250 millim həmin boruya, tıxanmış boruya əlavə edirsiniz. 15 dəqiqə keçdikdən sonra qaynar su tökürsünüz üzərinə və həmin anda da o boru tərtəmiz olur. Və eyni zamanda bu vasitəni hamam otağında və tualet otağında olan kanalizasiya xəttlərindən gələn pis qoxuları aradan qaldırmaq üçün də istifadə etmək olur. Amma orada hardasa 1 saat saxlamaq lazımdır. Məhsulu əlavə etdikdən sonra 1 saat saxlamaq lazımdır. Sonra üzərinə qaynar su əlavə edirik və orada olan pis qoxuları aradan qaldırır. İstifadə etməzdən əvvəl də ilk öncə əlcək taxırıq əlbəttə ki, əllərimizi qorumaq üçün. Növbəti məhsulumuz isə vanna otağını təmizləmək üçün nəzərdə tutulmuşdur. Hansı ki tərkibində xlor və ağardıcı yoxdur və buna baxmayaraq da çox mükəmməl şəkildə vanna otağında olan kafirləri təmizləyir və vanna otağına çox xoş bir qoxu verir. Növbəti məhsulumuz belə bir diş təmizliyi üçün nəzərdə tutulmuş diş telləridir. Bunu da sizlərə göstərmək istəyirəm. Beləsinə bir diş telləridir. Siz də alıb istifadə edə bilərsiniz. Bu qədər. Əgər videom sizlər üçün maraqlı oldusa, like edib abunə olmağı unutmayın və şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Çox sağ olun. İkinci hissədə görüşmək ümidi ilə. Hələlik.